Salam dəyərli izləyicilər, Cəlilabaddan olan şəhid ailəsinin çəkdiyi bu görüntülərə baxın, ondan sonra mənim sizə çox vacib deyəcəklərim olacaq. İcra hakiminin şəhid ailəsinə verdiyi qurban pay. Qurt gəzir üstündə. Qurt deyil. Qurtlamış əti gətirib verib. Buna baxın. Ay Allah, bu nədir? Hələ telefonu da Ət göstərir. güvərib. İyi gəlir, iyi. Mən 4 gün, 5 gün nətir. Baxın, Cəlilabad rayon icra hakimiyyətini göndərdiyi şəhid ailəsinə əti iyilənib. İyilə çürüyür bu ət, baxın. Görüntüləri görürsünüz. Deməli, dəyərli izləyicilər, Cəlilabad İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə ət payı göndərilib və sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilir. Vətəndaşlar bildiriblər ki, ət göyərmiş və qurtlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunur və icra hakimiyyətinin də mövqeyi bundan ibarətdir ki, günah qəssabdadır. Həmçinin Qurban Bayramı münasibəti ilə Cəlilabad rayon icra hakimiyyəti tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib, isti hava olduğundan selafana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında problem yaranıb. İsti hava, isti vaxt. O günləri deyirdilər, Cəlilabadda sel gedir, leysandır. Bir neçə nəfərə çatacaq, ət keyfiyyətini itirib. Problem dərhal aradan qaldırılıb, həmin qurban payları yenisi ilə əvəz olunub. Gələk indi vacib məsələyə. Bax, dəyərli dostlar, dəyərli izləyicilər. Şəhid, qazi, müharibə iştirakçısı, veteranların yanındayıq deyən hörmətli izləyicilər. Mən hesab edirəm ki, ümumiyyətlə bu kimi məsələlərdə şəhid ailəsinin yanında olmaq çox önəmlidir. Yəni, şəhid ailəsinin yanında olmaq hansısa anın mərasimində şəkil çəkdirib, ehsan yeyib, dağılışıb, prim yığmaqdan ibarət deyil. Gələk məsələyə, adətən belə bir məsələ yayılmışdı ki, belə bir iddia ilə çıxış olunurdu ki, Cəlilabadda sel gedir, leysan gedir. İndi də ət məsələsi, ətin göyərməsi, ətin keyfiyyətini itirməsi Cəlilabaddakı isti hava ilə əlaqələndirilir. İndi siz dəqiq qərar verin görək, Cəlilabadda hava necədir? Gələk məsələnin digər tərəfinə, hörmətli Rafiq müəllim. Sizi salamlayıram buradan. Bu nəcib təşəbbüsə görə çox sağ olun deyirəm, amma çox maraqlıdır ki, bu boyda haqq hesabın içərisində qəssab günahkar çıxıb, hər halda əti qəssabdan alanda bir baxmaq da lazımdır. Hər kəs öz evinə ət alanda, yəni ona bir 10 dəfə baxır ki, buna mən pul verirəm. Burası da belə. Və bir daha, dəyərli dostlar, hər kəsin, mən demirəm, kimsə tənqid eləsin. Tənqid hər kişinin başına, hər kişinin razmerinə deyil də, necə deyərlər, belə el dilində belə bir söz var. Tənqid eləmə. Mən demirəm, sərt tənqid eləyin. Amma bu kimi məsələlərdə biraz belə deyək də, yəni heç olmasa öz mövqeyinizi ortaya qoyun. Yenə də təkrarən bir daha bildirirəm ki, yəni bu şəhid qazi yanındayam demək, gedib orada şəkil çəkdirib, ehsan yeməkdən ibarət deyil. Bir daha Cəlilabad İcra Hakimiyyətinə bu nəcib təşəbbüsünə görə təşəkkürümü bildirirəm, amma ümid edirəm ki, növbəti illərdə belə hallara yol verilməyəcək. Ümid edirəm ki, şəhidin, qazinin yanındayıq deyənlər də bu məsələ ilə bağlı özlərində bir cəsarət tapıb, ən azından bir kiçicik də olsa balaca, mənim boyda ola bilməz, amma kiçicik də olsa bir vətəndaş mövqeyi qoyacaqlar ortaya.